Bizim gücümüz birliğimizdedir. Bugün üç taraflı formatta birliğimizi bir daha təsdiqlədik. Bugün bayram konsertinde səslənəcək mahnılar bir daha bizim birliğimizi gösterəcək, bizim ne kadar zengin medeniyete malik olmağımızı gösterəcək ve əminəm ki, bugün azad edilmiş Laçından üç ülkenin dünyaya verdiği mesajlar lazımı ünvana çatacaq. Ben bir daha Türkiye Prezidenti əziz qardaşım Rəcəb Tayyip Erdoğan'a, Pakistan Baş Naziri əziz qardaşım Məhəmməd Şahbaz Şərifə ve onlarla beraber gelmiş bütün qonaqlara hoş gəlmişsiniz deyirəm. Laçınları ürəkdən salamlayıram. Allah həmişə səmamızı açıq eləsin, yolumuzu açıq eləsin. Qələbə bizimlədir və bizimlə olacaq. Yaşasın Azərbaycan, Türkiye, Pakistan birliği, qardaşlığı.